Ay Talih, bir ara eşitmişdik ki yaddaş problemi yaşayırsınız. Həll olundu məsələ. Uşaq vaxtı istədiyim bir qızı xatirə dəftərində də yazmışdım ki, böyüyəndə aktyor və rejissor olacaq. Və ssenarinin adı da belədir, Leykaçılar, porno film və bir neçə yazıq adam. Bunu necə risk elədiniz? Ölməkdə olan adamın son arzusu pornoya çəkilməkdir və bir qrup insan yığışır. Niyəsə o qənaətə gəlmişdim, nə tırqalamışdım, nə edim. Yəni arzunuz var idi da. Var idi, hə. Və səsinizi niyə bəyənmirdiniz? Biraz Şəhriyardan utanıram. Bəlkə də filmi mənim ən şəxsi filmimdir. Normalda deyə bilmədiyim sözləri də orada çəkmişəm. Ora öz şəxsi travmalarımı və problemlərimi yerləşdirmişəm. Niyə eləmişəm bilmirəm, amma yəqin ki, ehtiyacım var. Mən demişdim, film bitən kimi gedəcəm check-up'a. Dedim, özümü tam yoxlatdırdım. Ciddi yəni var da o problem. Var. Salam, yenidən sizin qarşınızda olduğum üçün özümü çox şanslı hiss edirəm. Bugün bizim qonağımız hər kəsi düşündürərək güldürən Talih Yüzbəyevdir. Xoş gəldiniz Talih bəy. Xoş gördük, xeyirli olsun, davamlı olsun. Təşəkkür Böyük edirəm. uğurlar arzu edirəm sizin podkastda. Çox təşəkkür edirəm. Necəsiz? Yorğun, yuxulu yatmaq istəyirəm. Hələ canımdan çıxmayıb yorğunluq. Üstəlik film bitib, amma filmin işləri hələ də bitməyib. Nə işləri? PR işləri. Hə. PR işləri ilə hələ fikirləşirik, gedirik, baxırıq. Mən dəfələrlə artıq baxmışam. Bundan sonra da nəsə baxacağımı düşünürəm və pis olur. Bəs yoruldum. Bəs film gözlədiyiniz nəticəni verdi, yoxsa daha artığını ya daha azını? Bunu bu gün də demişəm, səhər radiodaydım. Deyirəm, gözlədiyimdən yaxşı oldu, arzuladığımdan. Gözlədiyimizi keçib arzuladığımıza çatmayıb. Nə yaxşı. Bu sizin bu uğurunuz görürsən ssenaridən irəli gəlir, ya rejissor işindən, ya aktyor seçimləri nə görədir? Valla qarışıqdır məncə. Ssenari qarışıq alınıb biraz. Rejissor olaraq ikinci işimdir filmdə, böyük filmdə. Bəziləri çox bəyənir, bəziləri deyir ki, Talih qısa çəksə yaxşıdır, bəziləri deyir. Fikirlər müxtəlifdir. Amma məncə bu istiqamət, yəni sırf bəlkə də filmin janrı və istiqaməti mənə daha yaxındır və bundan sonra da yəqin ki, o istiqamətdə işləyəcəm. İnşallah. Bir də sizin filmlərdə fikir verirəm, aktyor seçimləriniz çox yaxşı olur, çox qəşəng olur. Bunu çox bəyənirəm yəni. Özüm aktyor olduğuma görə yəqin aktyorları daha yaxşı hiss edirəm. Bu filmdə də çox yaxşı kast olubdur, çox razıyam, tamaşaçılar da razıdır. Nurlanla neçənci dəfə işləyirik, Əlixanla neçənci dəfə işləyirik, amma Günay ilə birinci dəfə idi, Əli ilə ikinci, üçüncü dəfə idi, İrana ilə birinci dəfə idi və məncə çox uğurlu alınıb rolü. Rafiq Əzimovla işlədik, Kamranla birinci dəfə işlədim, axır ki, Azərlə axır ki, birinci dəfə işlədim. Məncə hər öz yerindədir, bu məni xoşbəxt edir. Doğrudan da çox yaxşıdır kast olaraq. Özünüz seçmisiniz də, kastı özünüz eləmisiniz. Film istehsalında gördüyüm işlərdən biri oldu kast eləmək. Elə bunu soruşmaq istirdim. Belə deyim də, kast direktor deyim də. Həm ssenaristsiniz, həm rejissorsunuz, həm aktyorsunuz, həm videobloger, həm də kast direktor. Özünüzü ən çox hansında daha uğurlu hesab edirsiniz? Kast. Valla uğurlu bilmirəm, amma mənim üçün daha maraqlı hal-hazırda yazmaq və çəkməkdir. Oynamaq artıq mənim üçün bir növ ikinci plana gedir. Hətta. Hə, artıq yoruldum. Çünki birini seçməlisən. Həm oynamaq, həm çəkmək çox çətindir və mənim bir növbəli beynim biraz error verir. Yəni elə bir gələcəkdə elə bir film, proyekt ola bilər ki, özünüz orada oynamayasınız, sadəcə yazasınız və Çox arzulayaram, amma ona pul tapmaq olmur. O daha baha başa gəlir, hə? Bir də pul tapmaq olmur. İnsanlar silməyə pul verirlər. Şirkətlər daha doğrusu. Həmçinin insanlar kinoteatra gedənlər. Amma növbəti işlərimdə məsələn bundan sonra film eləsəm, özümə daha ikinci dərəcəli rol istəyirəm ki, monitor arxasında daha çox olum və məncə bu işin həm daha produktivdir və daha yaxşı olmağına gətirib çıxarda bilər. Yoxlayaq, baxaq. Hətta filmlərdə hansı bir proyekt olanda artıq elə bir uğur, sevgi qazanmısınız ki, artıq Talih Yüzbəyev adı orada varsa, direkt deyirlər ki, möhtəşəm bir işdir, möhtəşəm bir layihədir. Bu uğurun sirri nədir sizcə? Belə şablon bir sual verim. Uğurun sirri. Resepti var bir dəqiqə. Uğurun belə desəm ki, dəqiq bilirəm, yalan demiş olaraq. Amma məncə artıq bir neçə yaxşı iş görəndən sonra insanların inamı formalaşır.
İnsanlar çox güman mənim Simanızı. simamı, səsimi bilirəm ki, xoşlayırlar niyəsə. Hansının ki, özümün heç xoşu gəlmir. Öyrəşiblər yəqin mənə və çox istəməyə başladı. Çünki bu sevgini hiss eləyirəm, yəni rastlaşanda. Və insanlar öz sevgisini birbaşa açıq, rahat ifadə eləyir. O məni çox xoşbəxt eləyir. Bəs səsinizi niyə bəyənmirdiniz? Normal adam istəyir səsi daha belə Adil Ömrüyenin səsinə oxşasın. Amma məndə daha belə zildədir elədir. Bəs hardan o qənaətə gəldiniz ki, insanlar sizin səsinizi sevirlər? Dedikləri komplimentlərdən, sizin səsi, ayda eyni səs, ayda telefonla danışanda, taksi çağıranda görürəm gülür, səsimdən tanıdım amma sən demə yadda qalıb səsimdə. Ondan sonra amma bu fikriniz dəyişdi səsinizə qarşı inşallah. Öyle qəbullandım ki, budur. Hətta bunun dəyişmə imkansızdır. Belə çıxır ki, Talih bəy, siz artıq cəmiyyətin nəbzini tutmusunuz, hə? Deməzdim tam tutmuşam, çünki cəmiyyətdə nə qədər insan varsa, o qədər də fikir olur bəzən. Demirəm, hər insanın müxtəlif fikri var. Kütləvi şuur deyilən də bir şey var. Amma yenə də bəzən hesablaya bilmirsən, bəzən başa düşə bilmirsən və vacib deyil onu başa düşəsən. Çünki məncə sənə xoş olan şeylər eləmək daha yaxşıdır. Sənə xoşuna gəlirsə, çox güman cəmiyyətində xoşuna gəlmə ehtimalı böyükdür. Amma tam əksi də ola bilir. Amma çoxluq bunu göstərir ki, cəmiyyət bunu bəyənir. Hələ ki elədir vəziyyət. Hələ ki bəyənir. Bu film də yəni fərqli janrdadır, fərqli formadadır. Həm zaman maşını var, həm ruhlar var, belə qarışıq janrlardadır. Yenə də mənim qorxum və prodüserin müəyyən bir qorxusu var idi ki, insanlar bu janrda filmə, kinoteatra baxmaq istəyirmi, istəmirmi? Amma baxış sayıları göstərir ki, şükür baxmaq istəyirlər hələ ki. Və əgər baxan adamlar gedib başqalarına deyirlərsə, say artır. Biz indi birinci həftəmizdə, yəni ikinci həftəyə keçirik. Bu həftənin sonu, gələn həftənin ortası biz tam dəqiq başa düşəcəyik ki, insanlar doğrudan da bəyənib və başqalarına deyiblər. Başqalarına desələr say artacaq. Hə, təbii ki. Bəs amma məsələn, belə janrda film çox risklidir də. Bunu necə risk elədiniz? Məncə axır əvvəl eləmək lazımdır. Çünki bu əhvalat məndə 10 ildən çoxdur var. Və bu 10 ildən çox da bəyənər, bəyənməz. Məsələn, bundan sonraki mövzum, indi bura gəlir fikirləşirəm. Mənim köhnə bir ssenarim var. Azərbaycanda porno çəkmək istəyən adamlar haqqındadır. Və ssenarinin adı da belədir. Leykaçılar, porno film və bir neçə yazıq adam. Və indi onu fikirləşirəm, onu da cəsarət eləmirdim uzun müddətdə. Amma deyirəm, bəlkə eləyib, görəsən biz çəksək necə olar. Mən sırf orada yəni həmin prosesin özünü yox, onun arxasında baş verən, ona olan reaksiyalardan çəkmək istəyirəm. Bilmirəm, hələ ki. Bunun nəticəsinə görə davranacaqsa, bu filmin nəticəsinə görə. Hayır, tamam ayrı janrlardan onsuz da, amma yəni o da məsəl üçün bu ssenaridə neçə vaxtlar istədiyim, amma risk eləmədi. O ssenaridə elədi. Yəni bir ölməkdə olan adamın son arzusu pornoya çəkilməkdir və bir qrup insan yığışır. Bunun aktrisasını tapmaq var, bunun maliyyəsini tapmaq var, buna üçün yer lazımdır və s. Bu cür belə bir biz bütün adamların başına gələn problemlərlə dolu bir əhvalat. Hə. Bəs bu çəkdiyiniz bəlkə də filmini büdcə açısından məncə çox bahalı bir film olar da. Qarşılana bildi büdcə yoxsa Kim tərəf? İstədiyiniz kimi olmadı büdcə? Hələ tezdir. Hələ ki gəlib ora gəlib çıxmamışıq. Amma yəni pul tapmaq da yəni çətin idi, amma sağ olsun yenə sponsorlar, filmə yatırım edən sponsorlara təşəkkür etmək istəyirəm. Çünki belə riskli layihəyə onlar öz pullarını ayırdılar. Hə, onu düşünürəm. Və bir də Nicat Xəlilov filmin prodüseri də müəyyən hissəsini öz cibindən qoydu. Və indi oturub hamımız bir yerdə nəticəni gözləyirik. Amma yəni siz artıq bu prodüserlərin inamını qazanmısınız ki, yəni belə dəstək oldular da, o da var. Bu günə kimi Bu filmdən də artıq çox şey asılıdır bundan sonraki film üçün. Amma vallahi yəni tanıyanlar bilir, mən əgər o işi görürəmsə, mən bu işi sırf pul qazanım, gəlin pul qazanaq yox, gəlin yaxşı bir film eləyək adı ilə başlayır hər şey. Nicatla biz birinci dəfə danışanda mən qısa film istəyirdim, o da tam film istəyirdi. Sonra bir neçə müddət sonra yenə danışdıq, dedi yaxşı qısaya hazıram, amma çəkilə-çəkilə yenə də tam film alındı. bu film əslində qısa nəzərdə Bəli, bir evin tutulmuşdu. içində baş verən əhvalat idi. Sadəcə xərci artıq 50 mini keçəndən sonra və xronometraj 1 saata yaxın alınandan sonra da mən də inad eləmədim. Gördüm ki, bura kimi həm də filmdə açılmayan bir məqamlar var. Dedim də oraları da açaq. Bu elə tam film olsun və 1 saat yarımlıq film alındı belə. Bu nə maraqlıdır. Elə bunu soruşmaq YouTube-da olası idi. Hə. Kinoteatrda oldu.
Amma kinoteatr daha yaxşıdır. Həm Ən xalqımızı azından maarifləndirmək. qoyduğumuz maliyyə və filmin daha masştablı olması əlbəttə YouTube üçün biraz çoxdur məncə. Həm də ki, insanların yəni gedib kinoteatra getmə mədəniyyətini məncə bu tetikləyəcək türklər Məncə demiş. hə, yəni Bakıda az-çox gedir, amma rayonlarda təəssüf ki, elə bir mədəniyyət artıqdır, çünki kinoteatrlar da yoxdur. Necəsə formalaşdırmaq lazımdır. Bu da bir istirahət formasıdır, bu da bir mənəvi istirahətdir, mədəni istirahətdir. Ona görə yaxşı olar. Yəni sırf biz bu pul qazanaq deyə yox. Yəni bu ənənə var dünyada, hər yer insanlar kinolara gedir, bütün dünyada insanlar kinoteatra gedir. Bizdə də gedirlər, amma təəssüf ki, faiz etibarı ilə çox azdır. Yəni 10 milyon əhalinin cəmi 1,5%, yəni rekord 1,5-dir. Yəni ən çox baxılmış kinonun rekordu 150 mindir. O da 10 milyon 1,5%. Doğrudan necə Azərbaycanda, yəni bölgələrin çoxusunda yoxdur kinoteatr? Hə də, yəni Açmışlar bir ara, bölgələrdə. insanlar getmədi. Qiymət siyasəti məncə düzgün deyildi, biraz baha idi Hə. bölgəyə görə. Həm də bir biz Bakıda necə öyrəşdik? Film oldu, getdi, ayaq açıldı. Yəni rayonlarda o proses baş verməyib hələ. Onlar elə ki, bir dəfə ayaq açsalar, bir dəfə yəni qiymət uyğun olsa onlara, gələn filmlər maraqlı olsa, məncə onsuz da aşağı yuxarı biz rayonların çoxunu gəzmişik. Axşam saat 5-dən 6-dan sonra heç bir iş, əyləncə yoxdur. Böyük şəhərlərdə müəyyən qədər gedib hardasa otura bilirsən, amma digər başqa rayonlarımız və şəhərlərimizdə insanlar sadəcə oturur evdə ya türk seriallarına baxır, ya çayxanada oturur, cavan oğlanlar və s. Elə ki, daha yaxşı istirahət eləyə bilərlər məncə. Bəs bu kinoteatrlarda biletin qiymətlərini kinoteatr özü qərar verir, yoxsa sizin təklifiniz olur? Ondan siyasətidir. Biz sadəcə ona uyğunlaşırıq. Bu qiymətləri biraz aşağı endirsələr, lap Azərbaycan üzrə. Çünki kinoteatra gedən nəslin çoxusu gənc nəsildir də indi hal-hazırda. Tələbələr var, Super günlər məktəblilər var əslində. Həftənin hər həftənin ikinci günü standart olaraq 5 manata salırlar. Tələbələr və s. həmin gün getsin deyə. Həmişə elə olsa daha yaxşı olar. Bu tələbələr və məktəblərin nəzər. Onlar da bizdən. Amma ən azından nə bilim. Çünki vergisi var. Yəni sistem əgər vergi güzəştli olsa məncə qiymətlər düşə bilər. Burada həm gəlir vergisi var, həm ƏDV var deyə sən gələn məbləğin hər filmdən, hər biletdən istehsalçıya, yəni bilet tutaq 8 manat satılırsa 3 manat çatır. Yarısı kinoteatrın, müəyyən hissəsi vergilərin və qalan hissəsi. Amma məsələn siz istəsəniz biletin qiymətini daha artıq deyə bilərsiniz, yoxsa? O siyasətə biz qarşı bilmərik. Onun sadəcə kinoteatr. Məsələn elə film var, lap Azərbaycan filmlərində qoyurlar bileti 15 manata, 20 manata normal. Elə qoya bilməzlər. Maksimum 10 manatdır. 9 ya 10 manatdır. Keçən var idi. Hətta Hikmət Rəhimov yerdə dostumuz. Yerlər var. 25 manatlıq yerdə var, 100 manatlıq yerdə var. O VIP yerlər. Bütün zallar 15 manat idi Hikmətin filmi, Apatiya idi, səhv etmirəmsə. Premyerasında yoxsa? Yox, film olaraq. Hə, keçən il. Keçən ildə Apatiya, hə, Apatiya 1 15 manatdan başlayırdı biletlər. Mən onu istehsalçı təyin eləmir axı. Yəqin ya siz nəsə səhv salırdınız, ya mən. Yox, vallahi elə idi biletlər. Elə getmişdim. 15 manata. Hikmətə yığım. Alo. Gərək soruşardım Hikmətdən. Hə, biletlər hamısı idi, bilmədim niyə. Bəlkə yenə Bəlkə öz büdcəsini eləmişdi filmi Hikmət onun üçün. Amma mən görməmişəm ki, istehsalçı qiymət siyasətinə qarışa bilsin. Çünki bundan qabaqki günlərdə elə şey yox idi. Premyerdə təyin edə bilərsən. Hə, yox, amma başqa günlərdə yox. Məncə. Hə, nə bilim, vallahi 15 manat idi həmin vaxt. Bütün onun filmləri Apatiya 1 15 manat idi biletlər. Amma izləyicilər gəlib baxırdı. Çox qəribə. Talih bəy, ümumiyyətlə belə sual verim də, bir şablon sual daha vermək istəyirəm. Doğrudan özümə maraqlıdır. İncəsənətə maraq necə yarandı sizdə? Çox qəribə. Bilmirəm, mən utancaq adam olmuşam, utancaq uşaq olmuşam. Hətta yadıma gəlir, məktəbdə bir dəfə mənə müəllimə, ədəbiyyat müəlliməsi şeir vermişdi ki, obrazdan bölmüşdü, Sabirin şeirini, Mirzə Ələkbər Sabirin. Mən deyə bilməmişdim. Utandığınızdan? O vermişdi sinif yoldaşım Mahmuda. Amma niyə seçimdə bir istifadəçi, mən aktyor olmaq istəyirəm. Hətta yəni uşaq vaxtı istədiyim bir qızıl xatirə dəftərində də yazmışdım ki, böyüyəndə aktyor və rejissor olacaq. Niyəsə o qənaətə gəlmişdim, nə tırxalamışdım. Yəni arzunuz var idi da? Var idi, hə. Amma böyüdükcə yadımdan çıxdı. 9-da, 10-da oxuyanda artıq jurnalist olmaq fikrinə düşdüm. Bunu demişəm bir dəfə. Sonra oturdum, fikirləşdim ki, mən niyə jurnalist olmaq istəyirəm? Fikirləşəm, bunu belə deyəcəm, bunu belə deyəcəm, düzünü deyəcəm ancaq. Və məşhur adamlarla görüşəcəm, onlardan müsahibə alacağam. Sonra belə, elə məşhur adam özü olum, mən olum, belə. Məndən müsahibə alınsın. Və 11-ci sinifdə ani olaraq qərarım dəyişib, aktyorluq fakültəsinə vermək istədim. Anam çox əsəbləşdi, rəhmətlik. Allah rəhmət. Ölənləriniz rəhmət. Qayıtdı ki, bala bizim nəsildə mütrib olmayıb. Dedim,
bizim nəsil müqəddəs nəsildir. Niyə? Mənə də elə demişdilər. Axır əvvəl kimsə olmalı idi da, buradan da bir mütrib çıxmalı idi. Belə çox çək-çevirdən sonra qardaşım deyir oradan, oradan qohumlar deyir. Biraz prinsipiallıq göstərib aktyor oldum və sonra müəyyən qədər rollar oynadıqca gördüm ki, artıq valideynlərim də, qohumlarım da məndən fəxr eləməyə başladı. Ananız artıq gördü hə məşhurluğunuzu. Hə, şükür. O heç olmasa sonra bir dənə bu filmimi görmədi. Bundan qabaqki bütün filmlərimi izləmişdi. Premyeralarda gəlirdi, baxırdı. Fəxr eləyirdi, qohumları çağırırdı. Hətta yol gedəndə taksi sürücülərinə belə necəsə bildirirdi ki, mən talih üzvəyim mamasıyam. Bizdə də mama ilə yola gedəndə kimsə mənə belə baxan kimi aktrisadır, mənim qızımdır, mənim qızımdır. Hə, yəni belə bir fəxr. Sevinirəm ki, ona fəxr hissini yaşada bilmişəm. Atam heç görmədi, təəssüf ki. Atam rəhmətə gedəndə cəmi bir dənə reklama çəkilmişdi və bir dənə teatrda işləyəndə bir diplom vermişdilər. Nəsə aktyor mükafatı vermişdilər. Yalnız onları görə bildi və o onlarla fəxr edə bildi, amma Allah'a şükür görə bildi. Amma əmin olub məncə atanız ki, artıq gələcəyiniz parlaqdır. Çünki onda çox gənc idiniz. Onda hə, atam rəhmətə gedəndə 27 yaşım var idi. Əvvəl institutda oxuyanda 3-cü kursda pantomim teatrında işləmisiniz də siz. Bəli, bəli. Sonra getdiniz əsgərliyə, qayıtdığınız zaman yenidən davam elədiniz. Və sonra niyə buraxdınız teatrı, başqa sənətə yönəldiniz? 2011-də Maaşlarına görə teatr maaşı ilə çox çətin idi. Mən də qardaşım əsgər idi. Ailəni mən saxlamaq artıq yaşımdaydım. Atam, anam təqaüddə idi. Ona görə gördüm ki, yox, alınmır və ona görə 6 il başqa sahədə işlədim. Sonra gördüm, bacarmıram özümlə. Təzədən o qısa videolarla çəkməyə başladım və qayıtdım. Yaxşı ki, o vaxtı Facebook. Yaxşı ki, Facebook və YouTube və s. var idi ki, mən yoxsa indiyə kimi də artıq ofisdə işləyirdim hardasa. Peşman deyilsiniz qayıtdığınıza? Yox, heç vaxt peşman olmadım. Düzdür, bizim işimiz elə də stabil gəlirli iş deyil. Hə, bəli. Bəzən o stabil gəlir üçün darıxırsan ki, ən azından bilirsən ki, hər ayın sonu maaşın var. Evet. Amma şükür yox, məncə belə daha yaxşıdır. Bu azadlıq dəyər. Bu azadlığa görə dəyər. Eyni. Bəs heç olub ki, sənətdən və yaxud da sənətdən küsmüsünüz, getmək istəmisiniz bir dəfəlik? Elə anlarınız olub, əsəbləşdiniz? Mən 6 il olmamışam deyə, 6 illik həsrətim var deyə bu sənətdən rahat-rahat küsə bilmirəm hələlik. Yox, olmayıbdı. Yəni sırf qayıdandan sonra olmayıbdı. Amma belə çəkiliş vaxtı soyuqda, nə bilim, gecə yuxusuz olanda hərdən fikirləşirsən ki, mənə bu lazımdır. Hamı evində yatır, mən burada donuram, mən burada ölürəm, heç kəsin də etmədi. Belə bir şey olur bəzən. Bir özünüzə bildirdim, Zəhər Tuluğu Azərbaycanda mənim yeganə belə deyim də, əslində çox duyğusal adamam, amma elə bir film olmayıb Azərbaycan filmlərindən son zamanlar çəkilən ki, gerçəkdən məni duyğulandırsın. Zəhər Tuluğunda, yəni salfetka çatdıramırdım ağlamaqdan. Çox ağlatmışdı məni. Orada qız övladına sahib olacaq ananın, hamilə qadının yoldaşından qaçaraq, şiddət gördüyü yoldaşından qaçaraq sizə sığınmışdı. Həyatda başınıza elə bir şey gəlsə, siz necə davranardınız? Hop qaytarardım mən. Yox, kömək eləməyə çalışardım əlbəttə. O vəziyyətdə, o halda olan bir xanıma dəstək olmaq lazımdır. Əgər ona qarşı şiddət varsa, onu oradan qurtarmaq, qorumaq lazımdır. Çünki bizim valideynlərimiz, nənələrimiz onları o şiddəti görüblər çox güman və heç kəs onlara qaxmar çıxmayıb. Qaxmar, düz dedim? Qaxmar. Mən də elə bilirəm. Amma artıq şükür, yəni elə bir dövr gəlib, qadınlar da haqlarını bilir, kişilər də daha mülayimləşib. Düz tam hamısı yox. Dəstək olmaq lazımdır. O vəziyyətdə ümumiyyətlə gəlib çıxmamalıdır məncə. O düşüncə bitməlidir ki, mənim kişinin ancaq kişisi, oğlu olar və s. Mən o Zəhər Tuluğunda bir dəfə ona söz atmışdım. Sən kimsən də sənin nəslin davam eləsin, mən kralsan. O boyda krallar belə qız övladına keçirdir hakimiyyəti. İngiltərə, İspaniya və s. Norveç. Və burada Azərbaycanda nə bilim, heç bir hakimiyyəti olmayan, krallıq olmayan insanlar övladları var. Bilmirəm, arzudur. Mən heç kəsin arzusunun aşağılamaq istəmirəm, amma yəni bu o demək deyil ki, qız övladına görə kimisə incitmək və yaxud da həmin uşağı tələf eləmək lazımdır. Eynən. Bu əslində bu film subliminal xarakterli film idi. Subliminal mesaj ötürürdü. Sizcə bir işə yaradı? Yəni azdan çoxdan. Onu statistikaya baxmaq lazımdır ki, uşaqların. İnsanların təfəkküründə məncə incəsənət insanları tam dəyişə bilməsə də, onların təfəkkürünə bir toxum atır.
və toxum nə vaxtsa yetişir. Əgər sən toxum düşürsə beyninə yetişəcək. Ya da o beyin varsa. Tək ki arzum odur ki, doğrudan da bir belə doğrudan da elə bir xeyrimiz dəysin. Çünki mən müxtəlif videolarımın müxtəlif insanlara yaxşı təsir etdiklərini, etiraf etdiklərinin şahidi olmuşam və mənə xoş gəlib ki, ayda sən mənim çəkdiyim bir video bir insanı yaxşı mənada dəyişə bilirmiş. Siz onda belə anladım da, ümumiyyətlə sizin sevilmə səbəbinizi anladım. Buradan tutdum söhbəti. İnsanlar tərəfindən niyə sevilirsiniz? Çünki siz bəziləri kimi sadəcə film çəkirəm də deyə və film çəkmirsiniz ya da kommersiya məqsədli sadəcə güdmürsünüz. Subliminal mesajlar var, insanları belə deyim də ayıltmaq, oyatmaq var. Sırf işlərinizdə. Ümumda məqsədim o deyil. Amma mənim fikrimcə, yəni mənim öyrəndiyim qədərilə istənilən bir film, istənilən bir kitab, istənilən əhvalat nəqli müəyyən bir fikir daşımalıdır özündə. Hər şey bir fikrin ətrafında formalaşmalıdır. Yəni bir toxumdan necə meyvə yetişirsə, bir fikirdən bir film yetişir. Əgər deməyə sözün yoxdursa, məncə heç film çəkməyə, hekayə yazmağa, şeir yazmağa dəyməz. Eynən. Amma təəssüf ki, müasir dövrümüzdə çoxdur. Belə filmlər də çoxdur, şeirlər də çoxdur. Həmişə olub o. Biz sadəcə müasir dövrü daha çox görürük. Yeni dövr deyil. Həm də ki, dövrün ələyindən keçmişləri görürük biz. Biz bilmirik, məsəl üçün, 50 il bundan qabaq nə qədər pis film çəkilib, nə qədər pis kitab yazılıb. Çünki onlar artıq gəlib çatmayıb bizə. Hansısa kitabxanalarda tozlanır və yaxud da hansısa studiyalarda, kino studiyada və s. Ona görə biz keçmişdən ancaq yaxşıları ələndiyinə görə biz elə bilirik ki, keçmişdə hər şey çox yaxşı imiş. İndi bizim də indiki dövrümüz nə vaxtsa keçmiş olacaq və buradan da yaxşıları keçəcək məncə. İnşallah. Özü bütün yəni dünya tarixinə də baxanda bütün ölkələrdə, bütün dünyada var belə əlaqəsiz filmlər, əlaqəsiz kitablar, əlaqəsiz şeirlər. Hər öz istedadına və bacarığına uyğun eləyiblər, çox güman. Bəzən elə olur ki, film dövründə qəbul olunmur, amma illər keçəndən sonra kult xarakteri alır. Elə filmlər var dövründə bəhbəhlə qəbul olunur, illər keçən zamanın sınağından keçmir və unudulur. O bir növ o qədər aspektdən asılıdır ki, onu demək olmur. Həm də zövq məsələsi var. Kimin üçünsə pis film, kimin üçünsə yaxşı film ola bilər. Kimin üçünsə pis kitab, kimin üçünsə yaxşı kitab ola bilər. Bu məsələyə sadəcə bir tərəfdən baxmaq çətindir məncə. Biz hər hansısa bir uğurlu iş varsa, məsəl üçün araşdıra bilərik bunun uğuru nədir və ya hər hansısa bir uğursuz iş varsa biz araşdıra bilərik bunun uğursuzluğu nədir, çıxdığı vaxtmı, həmin vaxt cəmiyyətdə olan bir hansısa bir hadisələrmi? Yəni həyat bir üzlü deyil deyə. Ona görə bir tərəfdən analiz eləmək çətindir mənim üçün. Mən bir şey sözü deyəndə çalışıram maksimum fikirləşim, görürsən bunun əks tərəfi nədir və s. Ona görə qəti sizə yəni şey eləyə bilmirəm, sizə tam təsdiqləyə bilmirəm, çünki bilmirəm hansı filmdən gedir söhbət, hansı dövrdə çıxır, ona görə ümumi danışmaq istəmirəm. Bəs sizin öz filmləriniz arasında bu günə kimi istər yazdığınız, istər oynadığınız, istər rejissorluğunu etdiniz, sizə ən yaxın belə deyim də, ən sevdiyiniz film, ən yaxın olan film? Yəni aprelin 3-nə qədər bu Rasim filmi idi, orta statistik Rasim. O film mənim üçün daha real, daha belə mənim çəkmək istədiyim janra yaxın, problemi ilə, konflikti ilə daha səmimi gəlirdi mənə. Amma artıq üçündən fikirləşirəm ki, o bəlkə də filmidir. Bəlkə də filmi mənim ən şəxsi filmimdir. Normalda deyə bilmədiyim sözləri elə orada çəkmişəm. Ora öz şəxsi travmalarımı və problemlərimi yerləşdirmişəm. Niyə eləmişəm bilmirəm, amma yəqin ki, ehtiyacım var imiş. Məncə, indiyə kimi mənim şəxsən özümün ən çox xoşuma gələn işim bəlkə dədir. Bəs o film ərsəyə gələndən sonra az da olsa rahatladınız? Yoxsa? Hələ çox tezdir, hələ qaysaqlamayıb. Bunun bir müddət keçməlidir ki, başa düşüm ki, rahat. Əgər bu mövzuda bir də danışmaq istəməsəm, deməli rahatlamışam. Əgər danışmaq istəsəm, deməli hər şey deyə bilməmişəm. Ən azından peşmanlıq mövzusu vardır. Allah heç vaxt heç kimi peşman eləməsin. Bir də bu yaxınlarda Ayıq Sürücü filmi çıxdı. Hətta biraz qalmaqallı film oldu. Buzovna cəmaatına qarşı hörmətsizlik olduğunu düşündülər. Və filmi hətta YouTube-dan deyəsən sildilər bu yaxınlarda. Sizin bu barədə fikriniz nədir? Məndən niyəsə Ayıq Sürücü haqqında soruşurlar. Maraqlıdır aktyor olaraq. Yazan adamı da tanıyıram, Əlini. Tələbə vaxtından tanıyıram. Onun test deyirlər, türklər test deyirlər. Elə bir ki, diplom işi sırf mənim karyeram olubdur. YouTube-dan kinoya.
O vaxt universitetdə oxuyurdu. Hətta film baxa bilməmişdi. Mən ona izlətmişdim ki, həmin o tezi bitirsin. Mənim başlanğıc nöqtəsi var idi, tezinin finalı yox idi. Və onunla da bitirib universiteti. Oradan tanıyıram və bir neçə ssenarilərini oxumuşam. İstedadlı insandır, sevir bu işi və Ayaq Sürücü onun ilk çəkilmiş ssenarisidir. Elvini hamı tanıyır, Elvin özünü artıq vətəndaş adı sübut edir. Ondan da qabaq yaxşı işləri var idi, amma vətəndaş adı tam kütləyə sevildi və tanındı. Yaxşı tandem idi, aktyorlar çox yaxşı seçilmişdi. Bəli, çox. Mənim bu məsələlər olanda mənim başım filmə qarışmışdı. Film bitəndən sonra baxdım, həm Əli ilə danışdım. Məncə təcrübəsizlik eləyiblər. Mən demək istəmirəm kim səhv, kim düz eləyibdi. Bizdən bağışlayın. Buyurun. Danışa bilərsiniz. Yox, verdim. Məncə biraz həssas yanaşmaq olar. Çünki müəyyən zonalar var. Ümumiyyətlə, ora istənilən yer qoysa, kiminsə xətrinə dəyəsi idi onsuz da. Söhbət ancaq bu zonalarda. Hansısa bir başqa kənd adı qoysaydı, bir etirazda səbəb olacaqdı. Biz yaşadığımız məhəlləni, yaşadığımız zonanı belə bir özümüz bilirik. Belə biraz başqa cür yanaşırıq. Demirəm bu yaxşıdır ya pisdir, amma belədir. Məncə bir yaxşı olardı ki, ssenaridə uydurardılar məkanı və yaxud da konkret ünvan verməzdilər. Amma onsuz da olmur. Harasa gedirlər, o yerin adı var. Yaxşı ki, necəsə belə sülhlə oturub danışıb müəyyən ortaq məxrəcə gəliblər. Amma adamı təəssüfləndirir belə halların olması. Həm ssenaridə bu cür şeyə biraz həssas yanaşılmaması, həm də insanların belə çox həssas yanaşması, çox həssas belə yanaşması. Bu filmdir. Yəni filmdə oradan qatil, istənilən bölgədən qatil də çıxa bilər, başqa formada pis insan da çıxa bilər. Onda biz nəyə heç yerdən çəkməyək. Yəni əhvalatlar dənizdə baş verir. Yəni necə eləyək? Bilmirəm. Yəni indiki həll yolu mənə daha belə şey gəlir ki, şükür belə oldu, bitdi. Yəni mən çünki çox gec başa düşdüm, xəbərdar oldum məsələlərdən. Amma incəsənətə qadağa qoymaq məncə yaxşı şeydir. Bəlkə də filmində o aparat var idi. Əgər o aparat normal həyatda olsaydı, kimi geri qaytarmaq istəyərdiniz? Hamını. Bacardıqca çox. Məsələn, 3 dənə şansınız var. Ən azı ikisi valideynlərimə gedəsidir onlardan. Bir nəfər də bilmirəm, o çətindir. Həmin o növbəti bir nəfəri seçmək çox çətindir. Amma iki nəfəri 100% bilirəm kimləri qaytarmaq. Bir nəfər arasında qalardınız. Bir nəfər çoxdur. Tarixi şəxsiyyət mi olsun, bu mu olsun, Viktor Tsoy'u qaytarmaq. Bilmirəm. Dövlətə, millətə yararlı olsun. Bilmirəm. Elə bir şey eləmək lazımdır ki, yəni qaytarmağa dəysin. Peşmançılıq olmasın. Bəs Talih, dövlət demişkən, dövlətdən gözlədiyiniz bir ad var? Əməkdar, xalq? Heç bir. Yəni mən ümumiyyətlə adların tələbəlikdən də, ondan sonraki dövrdən əleyhinəyəm. Çünki bu ada görə bir sıra artistlərimizin o adı almaq uğrunda apardığı mübarizələr və keçirdikləri stres mənim çox pis təsir edib. Məncə aktyor üçün ada ehtiyac yoxdur. Aktyor zaten səhnədə və kinoda sevgi qazanır. Yəni onun işinin məqsədi öz rolunun öz rolunun öhdəsindən yaxşı gəlməkdir və o da olanda tamaşaçı sevgisi formalaşır və o ada baxmır. Sənin adının qabağında nə yazılmağından asılı olmayaraq. Ya səni sevirlər, ya sevmirlər, ya da sənə ümumiyyətlə bir münasibətlər olur. Hə də, yəni o zaten xalqın sevdiyi insan, bu xalqın artisti sayılır. Xalqın artisti nədir ki? Xalqın sevdiyi insan mənə görə olmalı. Sovet dönəmindən qalma bir şeylərdir. Mən də burada ağıllı danışmaq istəmirəm, amma sadəcə teatrlarda, filmlərdə və bir sıra böyük aktyorlarımızın da hətta incik getdiyi bu dünyadan hallar var. Ona görə elə aktyor və yaxud da artist adı daha yaxşıdır. Ay Talih, bu günə kimi heç ayağınızın altını qazanan, onsuz olub o təbii ki, ya da sizə üzünüzə görüb arxanızdan iş çevirən insanlar olub təbii ki. Bəs onlarla heç qarşılaşmısınız, yəni? Mən kinli deyiləm, yadımdan çıxır. Təəssüf ki, yadımdan çıxır.
Kiməsə əsəbləşə bilərəm, amma bir Hə. müddət sonra əsəbim soyuyur. Bəzən heç yadımdan çıxır ki, nə baş vermişdi. Ona görə rahat yaşayıram o baxımdan. Yəni məncə insan başını salıb işini görməlidir və ancaq enerjisini ona sərf eləməlidir. Çünki bu cür söhbətlər insanı ya gərək səni daha da aqressivləşdirəcək, Hə. ya səni daha tənbəlləşdirəcək, ləncidəcək işi. Yəni niyə buna vaxt sərf eləmək lazımdır? Enerji Başa sərf düşürəm, edirsən. insanlar müxtəlifdir. İnsan gah paxıl ola bilir, gah paxıl olmaya bilir. Olubdur elə hallarda, eşitdiklərim də olub. Okey də olur. Üzləşmisiniz siz o adamlarla? Yəni üz-üzə gələndə yenidən davam edib. Yəni əgər o münasibətini elə formalaşdırır, deyir, mən də heç bir üzünə vurmuram ki, hə, əclafsan. Elə deyildir. Okey də, insandır. Hamısı kimi. Kim səhv eləmir ki? O da var. Ay Talih, bir ara eşitmişdik ki, yaddaş problemi yaşayırsınız. Həll olundu məsələ? Vaxt yoxdur hələ onu araşdırmağa, açığı. Mən demişdim, film bitən kimi gedəcəm check-up'a. Dedim, özümü tam yoxlatdırdım. Ciddi, yəni var da o problem. Var. Yəni, belə deyim, şey deyil, yəni, oyda, siz kimsiniz? Mən tanıyıram, yəni, gördüyüm insanları tanıyıram. O bəzən elə olur ki, itir. Yəni, bilmirəm nəyi unutmuşam da, o pisdir. Nələri unutduğumu bilmirəm. Gərək kimsə mənə yadıma salsın ki, filan şey. Gündəlik unutqanlığım heç var. Ben telefonuma qeydlər edirəm ki, bura get, bunu yazıram. Belə heç vaxt yadımda qala bilməz. Gündəlik qeydlər aparıram telefonda, kalendarda ki, bu saatda bura gedəsən, bu saatda bunu eləyəsən, sonra bunu eləmək lazımdır, bura baxmaqla, ayda senaryo var. Görürsən, danışa yadıma düşdü ki, senaryo yazmalıyam balaca. Hə. Görsüz yaxşılığım deyil sizə. Amma elə olur ki, bir blok hadisələr tam olaraq yadımdan çıxır. Tutaq ki, belə izah edim, mən bura gəlmişəm, bugün biz danışırıq, gedirik 4 aydan sonra siz məni görürsünüz, deyək, yadınıza gəlir, podkast deyirəm, yox, elə şey olmuyor. Amma bura yadımda qaldı, çünki burada təəccübləndim. 4-cü mərtəbəyə maşından qalxdım, bu yadımdan çıxmadı. Amma mən artıq 3-cü hadisə olanda narahat oldum. Ondan qabaq 3 dəfə mənə ayrı-ayrı insan mənə bir hadisə danışdı. Mən ümumiyyətlə yadıma düşmədi ki, elə bir şey olub həyatda. Həmin vaxta kimi anlamırdınız, hə? Heç fərqinə varmırdınız. Yaddaşımda qısa müddətdə də, yəni gündəlik şeylər yadımdan çıxdığından öyrəşmişdim, amma yəni bir insanı sən görürsən və heç nə demir o insan sənə. Bu insanla sən bir yerdə müəyyən vaxt keçirmisən, söhbət eləmirsən və heç nə yoxdur. O blok beynindən shift delete oldu. Amma ən azından səhər yediniz yeməyi xatırlayırsınız da gün ortaya. Hə, baxım nə yemişəm. Hə, xatırlayıram. Yəni o qədər də yəni vəziyyət kritik deyil, amma o mənim qorxudur. Çünki biri var sən biləsən ki, harasa getmirsən, amma yadından çıxmır. Biri var ki, ümumiyyətlə ora getməyi xatırlamırsan. Hə, bəlkə də beyniniz artıq fikirlərlə doludur onun üçün. Ola bilər. Mən də elə fikirləşirəm. Ciddi bir şey olduğunu düşünmürəm. İnşallah da olmaz. İnşallah. Başım açılsın gedim. Çünki beynim mənim çörək şimdi ortam fikirləşdiklərimi kontentə, videoya, filmə çevirə bilirəm. Amma yəqin ki, biraz istirahətə ehtiyacım var. Hə, məncə beyniniz çox işləyir, sürətli işləyir və o qədər proqram yüklənib ki, beyninizə belə deyim də. Bəlkə də ona görədir. Lazım şeyləri unudur. Olur telefonda girib silirsən. Hə, ay sağ olun da. Ondan eləmək lazım. Lazım şeyləri unudur. Gərginsiz ay Talih. Niyə belə eləyirsiniz? Həmişə beləyəm, amma məndən asılı deyil. Yəni ən adi halında belə bir ayağım həmişə silkələnir. Dedim, yadıma salınsın ki, saxlayın. Yox, dedim bir də narahat olarsınız burada, gərgin olarsınız. Yox, Şəhriyardan utanıram. Şəhriyar yazır burada mən. Mesajlaşmaq yeridir. Talih bəy, Allah saxlasın, Allah xoşbəxt eləsin. 2 övladınız var. İstəyirsiniz onlar da sizin yolunuzu davam eləsinlər, yoxsa? Vallahi nə istəyirlər eləsinlər məncə. Hansı sahəni seçirlər və mənim yolumu da davam eləmək istəsələr heç bir maneəçilik törətməyəcəm. Bəzən valideynlər, incəsənətli olan valideynlər istəmir öz övladlarını həmin yolu keçsin. Amma məndə elə bir şey yoxdur. Əgər keçmək istəyirsə, əgər fikirləşir ki, burada istedadı var və bacarığı varsa, niyə də yox? Yəni heç bir şey qoymaq istəmirəm onlara, qadağa qoymaq istəmirəm. Ürəkləri istəyən kimi yaşasın. Nə qəşəng. Məncə çox şanslı uşaqlardır. O ailənizlə, uşaqlarınızla videolarınıza baxdım dünən biraz. Qartopun çıxmıyor. Allah razı olsun uşağın. O sual vermək istəyirdim ki, siz də çox yaxşı atasınız siz ümumiyyətlə. Yəni sizə görə. İdeal ata deyiləm qətiyyən. Mən çox məsələn mənim dostum var, o daha yaxşı atadır. Baxıram necə övladları ilə belə. Mən çox belə biraz soyuğam açığı. Övladlarımı çox istəyirəm, hamıdan çox istəyirəm, amma belə
ay durum, oynayım, belə Hə. mən çünki belə həmişə havadayam. Gəlirəm, o düz otururuq. Evə gələndə belə biraz oğlumla güləşirəm, biraz qızımla qucaqlaşıram. Niyəsə ayrı seçki edirəm baxımdan. Amma məncə yox, yaxşı ata sayılmaram. Mən öz atam olsaydım bəyənməzdim özümü məncə. A, daha çox vaxta görə, hə? Vaxta görə, hə, biraz. Bəlkə də vaxtınız olmurdu, amma siz də onlar üçün çalışırsınız da, o da var. Nə bilim. Məncə böyüyəndə Bu biraz anlayırlar. özümə haqq qazandırmaq kimi çıxır amma bilmirəm. Məncə daha belə qayğıkeş ola bilərəm, daha belə bilmirəm. Niyəsə mənim valideynlərim də belə olub, bəlkə ondan gəlir. Mənim də atam çox oynayırdı, bizi aparırdı gəzməyə, amma Hə. belə oturaq deyə, oynayaq belə şey olmayıb, bəlkə ondan formalaşmış. Bəzi ümumiyyətlə atalar, Azərbaycanda çox atalar sevgisini içində yaşayır da, övlada çox bəlli eləyə bilmir. Amma bəlkə analarından daha Mən çox gizlətmirəm, istəyirlər. yəni öpmək istəyirəmsə tuturam, öpürəm, dişləyirəm. Amma belə deyim ki, belə ay belə çünki mən nümunələr görürəm ki, yaxşı işdən qaçır evə, bütün günü vaxt keçirdir və s. O şeylərə mənim səbrim çatmır biraz. Bəlkə yaşa dolduqca daha çox olar. Yaşa dolanda heç kəsə lazım olmur. Ona görə o dəfə danışırdım bəxtəmərimlə. O da işte deyir, babalar bilsən niyə nəvələrini çox istəyirlər deyə deyir. Çünki heç bir kəsə lazım deyil. Nəvədən başqa kimə lazımsan o yaşdan sonra? Və ya da nəvə də görür, səni oynadan sənə qayğıla qalan bir adam var. Yaxşı söhbət idi bu. Talih bəy, bugünə kimi karyeranız boyunca başınıza gələn ən maraqlı, ən dramatik də ola bilər, ən komik də ola bilər. Hadisəni danışa bilərsiniz bizə. Oyda. Belə yada salmaq çətindir birdən. Çox şey gəlib də başıma. Düşünün, vaxtımız var, narahat olmayın. Vaxtım. Ay sağ olun. Əsl yaddaşı yoxlamaq üçün bu testdir Vallahi bax. çəkiliş vaxtı həmişə ən axırıncısını deyim ki, bizim filmimizdə ən açıq belə, yəni ancaq bayırda çəkiliş olan bir günümüz və nazik paltarlarda olduğumuz Bakının ən küləkli gününə düşdü yəni. Həyatımın ən ağır çəkilişi oldu. Burada külək əsdi bir dəfə belə hamı getmiş, evinə girmişdi. Biz onda Qobustanda açıq belə heç belə daldalaması yer olmayan bir yerdə 12 saatdan çox çəkiliş elədik yəni. Dişimizdir. Yəni deyiləsi deyildi, hamı göy rəngi idi yəni. Biz özdə kadr arxasında olan adamlar necəsə papaq taxır, əlcək taxır. Biz kadr qabağında vəbşə ölürük. Yəni slow motionda saça baxsın, saç belədir. Yəni slow motionda saç elə əsməməlidir, slow motionda belə olmalıdır. Saç o qədər güclü külək idi yəni. O məsəl üçün axır dövrlərdə mən bu işdə peşmançılıq yaradan ən belə yadda qalan hadisə olubdu. Və şükür ki, həmin gün doğrudan çəkə bildik. Yoxsa çəkə bilməyəcəkdik, pul da yox. Uzanacaqdı məsələ. Biz tər dişimizi sıxıb çəkdik o səhnələri. Xeyirli, uğurlu olsun. İnşallah ki, gözlədiyinizdən bilərdiniz ondan deyirəm amma. İnşallah, valla vaxt eləməmişəm, amma çox istəyirəm baxmağı, gəlib baxacağam inşallah, mütləq. Belə satıram podcast. Hariyə 3 dənə, 1 dənə, 2 dənə. Sataraq film, amma yenə yatırım. Mən onu gözləyirəm, inansız. Onu gözləyirəm. Gəl özünü apar, ha, bilmir, bu qız bilmir. Gəl otur orada danış. Hətta misinə yazım, bir zarafat elə. Zarafat elə. Sənin üçün zarafata verilişidir. Talih bəy, aparıcılıq təklifi gəlsə sizə yenidən, aparıcılıq qəbul eləyərsiniz? Xeyr, gəlibdir. Dəfələrlə gəlibdir. Hə. Mən fikirləşirəm ki, aparıcı kimi uğurlu deyiləm. O işdən zövq ala bilmirəm. Ümumiyyətlə kameraya danışmaq və s. belə olur belə. Hə. Onu heç bacarmıram. Məndə yaxşı alınmır fikirləşirəm. Aparıcı olmuşam. Karyeramın lap əvvəllərində 2011-2012-də. Onda Şəhriyar balaca uşaq idi, gəlmişdi. Səni də orada tanımışam da. O dövrdə olubdu. Sonradan baxdım ki, yox da mənim deyil. Mən süjetləri çəkməyə başladım. İlk dəfə də Mag verilişində çəkmişəm süjetlərimi. O mənə daha maraqlı gəldi və daha yaxşı alınırdı. Ona dedim ki, uşaqlar, hazırlıq o da elə. Mən getdim o tərəfə. Həvəsiniz yox idi, sıxılırdınızsa aparıcılıq? Təsadüfən düşmüşdüm mən oraya. Sadəcə Züleyxa xanım cavan uşaqları yığmışdı. Mən də necə dostum getdim, belə gəldik, getdik. O biraz belə başladıq danışmağa və Magin ilk çıxışını çəkdik. O dövrdə çox belə qəribə hadisə idi. Oturduq ilk dəfə özümüz efirdən baxdıq. Uğurlu layihədir, hələ də davam eləyir. Mən də oradan çıxanlardanam.
Onda ilk aparıcılarından biri də mən idim. Əsasən Xəyalə, Turanə, Fariz, mən və o biri və Sitarə. Və sonra o biri Xəyalə də gəldi. Yəni ilk aparıcılardan biri idim, amma gördüm yox da bacarmıram. Bilmirəm kamera hansı vaxt baxsam, necə dönüm, necə sual verim, belə heç mənim sahəm deyil. Çox şad oldum Talih bəy, sizinlə həmsöhbət olduğuma görə. Çox təşəkkür edirəm gəldiyiniz üçün. Mən də sizi neçə müddətdən sonra axır ki gördüm. Bir ara seriallarda tez-tez görürdük, sonra rastlaşırdıq hardasa, sonra belə bir qeybət çəkilmişdik. İndi podkastda rastlaşdıq. Uğur arzulayıram. Çox təşəkkür İnşallah edirəm. mən bunu hər podkastda deyirəm, burada da deyim. İnşallah davamlı olar. Çünki bizdə hamı podkastda başlayır, 2-3 buraxılışdan sonra başını buraxır ki, burada pul qazanmaq olur. Amma yəni inşallah o davamlı və uğurlu olsun sizdə və çoxlu pullar qazanırsınız. Çox təşəkkür edirəm. Təklifimizi qəbul edib gəldiyiniz üçün minnətdaram. Dəyərli zamanınızı ayırdınız. Çox sağ olun. Siz sağ Çox olun. dəyərlisiniz bizim üçün. Çox sağ olun. Sizə də təşəkkür edirəm əziz izləyicilər. Təşəkkürdən öncə onu da qeyd etmək istəyirəm ki, Verilişimizin başçıları. bizim elə bir şeydir, dostlarımız var. Əgər tanışlığa ehtiyacınız varsa, iş təkliflərinə ehtiyac duyursunuzsa, işə ehtiyacınız varsa müraciət eləyə bilərsiniz. Forum Baku Telegram səhifəsi. Əziz tamaşaçılar, sizə təşəkkür edirəm. Dəyərli vaxtınızı bizə ayırdınız. Bu həyatda kim olursunuz olun, nə olursunuz olun, əsas odur özünüz olun. Görüşənədək. Bugün sizə sağollaşa bilərsiniz. Əsas odur kişi olun deyil. Elə deyəcək. Nə olur?